Bu videoda sizə tort yığımını addım-addım göstərəcəm. Sadəcə necə yığdığımı yox, niyə belə etdiyimi və diqqət etməli olduğunuz vacib məqamları da sizə izah edəcəm. İlk olaraq istifadə edəcəyimiz içliklərlə tanış olaq. Burada karamel, moroz dolgusu, pralin, qoz, şokolad qırıntıları və kremimiz var. Əgər siz də evdə daha səliqəli və dadlı tort hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. İndi isə tortun yığımına başlayaq. İlk addım biskviti islatmaqdır. Bu mərhələni keçmək olmaz. Çünki yaxşı isladılmış biskvit həm daha yumşaq olur, həm də soyuducuda qaldıqda daha sonra qurumur. Kakaolu biskvit hazırlayanda adətən südlü hazır qəhvə ilə isladıram. Bu tortda isə südün içinə biraz şəkər tozu əlavə etdim və karamel hazırladığım qabda qalan son damlaları da həmin südə qarışdırdım. Biskviti islatdıqdan sonra nazik bir qat krem çəkirik. Sonra isə tort yığımının ən vacib hissələrindən biri gəlir, baryer kremi. Bəzi tort ustaları baryer üçün ayrıca krem hazırlayır, amma bu hər zaman vacib deyil. Əsas odur ki, istifadə etdiyiniz krem kifayət qədər möhkəm olsun. Əks halda isilər kənardan axa və tortun forması pozula bilər. İndi isə baryer kremini çəkib isiləri əlavə edirəm. Əvvəl karamel, sonra moroz dolgusu, pralin, qoz, şokolad qırıntıları və ən sonda yenidən nazik bir qat krem çəkirəm. Ardıcıllığı özünüz dəyişə bilərsiniz. Şokolad olaraq mən həmişə qırıntı şokoladdan istifadə edirəm. Çoxları damla şokolada üstünlük verir, amma mənim seçimim qırıntı şokoladdır. Çünki keyfiyyətsiz damla şokolad ağızda xoşa gəlməz, yağlı bir dad buraxa bilir. Əgər damla şokolad istifadə edəcəksinizsə, mütləq keyfiyyətli olanını seçməyinizi tövsiyə edirəm. Mən tortun içini həmişə bol hazırlamağı sevirəm, amma əsas məsələ çox vurmaq yox, bütün içlikləri bir-biri ilə düzgün nisbətdə olmasıdır. Belə olduqda həm dadı daha balanslı olur, həm də kəsildiyi zaman görüntüsü çox daha iştahacana alınır. Bütün inqrediyentləri əlavə etdikdən sonra nazik bir qat daha krem çəkirik. Bu, tortu kəsərkən biskvitin bir-birindən ayrılmaması üçün vacibdir. Sonra ikinci qatı yerləşdirib eyni prosesi başdan ayağa təkrarlayırıq. Və gəldik tort yığımının ən vacib sirlərindən birinə. Tort tam yığıldıqdan sonra onu streçə büküb bir gecə buzluqda saxlayırıq. Bu mərhələni də keçmək olmaz. Soyuducuda dincələn tort daha möhkəm olur, qatları bir-birinə daha yaxşı oturur və sonrakı mərhələdə tortu sıvamaq xeyli asanlaşır. Bir də onu qeyd edim ki, təəssüf ki, bu dəfə tortun kəsilmiş görüntüsünü sizinlə paylaşa bilmirəm. Tort sahibi həmin an iç hissəsinin şəklini çəkməyə imkan tapmayıb, amma göndərdiyi bu görüntünü yenə də sizinlə bölüşmək istədim. Əgər video sizin üçün faydalıdırsa, zəhmətimin kiçik bir qarşılığı olaraq videonu bəyənməyi unutmayın. Bu məni yeni videolar hazırlamaq üçün daha da həvəsləndirir. Və bu qədər. Ümid edirəm video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşənədək.